Salam uşaqlar. Bugün mən kimya formulları üzrə hesablamalar test 31-ci hissənin 48-ə kimi izahını vermişdim. İndi 49-da növbəti sualları kimi izahını verəcəm. Belə ki, ilk öncə bir məlumat sizinlə bölüşüm. Uşaqlar, mənim özümün bir qrupu var ki, bu qrupa siz özünüz qoşula bilərsiniz və bu qrupun əsas mahiyyəti, burada mən özümün hazırladığı sınaqlar olur və yaxud da ki, OTK-nın qəbulları, model sonları seçilmiş suallar olur ki, ona uyğun olaraq sınaqlar yaradıram. Bu sınaqlara siz müəyyən bir vaxt ərzində qoşulursunuz, müəyyən bir vaxt ərzində işləyirsiniz və mənə doğru variantları atırsınız. Mən onu yoxlayıram. Daha sonra qalibləri mən həmin bu qrupda deyirəm. Eyni zamanda burada sınaqda sizin səhv suallarınız ola bilər və ya da bilmədiyiniz suallar ola bilər. Mən həmin bu, yəni ki, sınağın video kaydını alıram, izahını verirəm. Daha sonra həmin o qrupa yönləndirəcəm. Yəni yalnız mən o qrupa verəcəm həmin o sınağın video kaydını. Və bu qrup tamamilə ödənişsizdir. Sınaq qrupu tamamilə ödənişsizdir və bu, yəni sınaq qrupuna mənim WhatsApp nömrəmdən qoşulmaqla, mənə yazmaqla mən sizə o qrupa qoşa bilərəm. Belə ki, nömrə olaraq yazıram 051 595 69 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi gəlin 49-cu suala baxaq. Deməli, uşaqlar deyir ki, reaksiyada tam daxil olan maddələr verib. Görürsünüz, YO3 verib, bir də XOH verib. Deməli, biz bilirik ki, bilənlər varsa, əla, bilməyənlər varsa, burada qeyd edeyim. Məsələn, A maddəsi ilə B maddəsi reaksiya daxil olub. A ilə B maddəsi reaksiya daxil olduğu zaman C və D maddəsi alınır. Bu A ilə B maddəsi reaksiya daxil olan maddələrdir. Reaksiya daxil olan maddələrdir. Amma C ilə də isə reaksiya məhsulu, yəni reaksiyadan alınan maddələrdir. İndi bizə deyir ki, reaksiya tam daxil olan maddələr var. Tam daxil olan maddələr YO3, XOH-dır. Deməli, o oxdan əvvəldə yazılacaq. Bu məlumatı bilməyənlər var idisə burada qeyd elədim. İndi gəlin mən bu reaksiyanı yazım. Biz də bilirik ki, bizim 5 əsas qaydamız var idi. Birinci reaksiyanın tənini yazmaq idi. Reaksiyanın tənini gəlin yazaq. Yazıram ki, YO3 üzərinə gəlinsin XOH. Reaksiyadan məhsullarda nə alınıb? Baxın, mənə cədvəldə verilib. X2 YO4 alınıb, bir də su alınıb. Yazıram ki, X2 YO4 üzərinə gəlinsin su. Bununla mən reaksiyanın tənini uşaqlar yazdım. Bu mənim birinci qaydam idi. İkinci qaydam nə idi? İkinci qaydam o idi ki, əmsallaşdırmaq. Görürəm ki, sağ tərəfdə 2 dənə X atomu varsa, sol tərəfdə də 2 dənə X atomu olması lazımdır. Ona görə əmsal olaraq XOH-ın əvvəlinə 2 yazıram. Və bununla da əmsallaşdırma bitir. Yəni, yoxlayanda görürsünüz ki, sol tərəfdə də, sağ tərəfdə 2 hidrogen atomu var, sol tərəfdə də, sağ tərəfdə də 5 oksigen atomu var. Sol tərəfdə 2 X atomu, sağ tərəfdə də 2 dənə X atomu var, sol tərəfdə 1 Y atomu, sağ tərəfdə də 1 Y atomu var. Yəni ki, bir dənə mən XOH-ın əvvəlinə əmsal yazıram, 2 yerdə qalanlar olduğu kimi olacaq. Daha sonra üçüncü qaydamız nə idi uşaqlar? Üçüncü qaydamız bu idi ki, şərtdə verilənləri, verilən ifadələri, verilən qiymətləri tənlikdə verilən maddənin yuxarı hissəsini yazıram. Baxın, məndə şərtdə verib nə? YO3-ün kütləsini verib M qram. Deməli, mən YO3-ün kütləsini yuxarı hissədə yazacağam. Şərtdə verilənlər həmişə yuxarı hissədə yazılır. Kütləsi mənə nə verib? M qram yazıb. YO3-ün da yazıram yuxarı hissəsinə M qram. Və XOH-ın da mənə kütləsini verib M qram. Bunu da yazdım. M qram. X2 YO4 üçün verib 28,4 yazıram 28,4 qram. Su üçün də verib 3,6. Burada yazıram 3,6 qram. Bunu belə yazdım. Mən dedim ki, sonra üçüncü qaydamız belədir. Dördüncü qaydamız nədir uşaqlar? Dördüncü qaydamız o idi ki, deməli, əgər yuxarıda mənə qram verilibsə, aşağıda mən həmin o maddənin emirini yazıram. Yox, əgər mənə yuxarıda mol veribsə, aşağıda həmin o maddənin əmsalını yazıram. Əgər yuxarıda mənə həcm, yəni litrli bir ifadə veribsə, aşağıda mən əmsal vurulsun 22,4 litr yazıram. İndi mənə uşaqlar, baxın, YO3-ün kütləsini yuxarıda verib qramla, M qram yazıb. Onda mən onun aşağı hissəsinə nə yazacağam? Bəli, həmin o maddənin emirini yazıram. Yadda saxlayın, yuxarı qramdırsa qeyd edin özünüz dəftərinizdə. Aşağıda nə olacaq? Aşağıda onun, deməli, emeri olacaq. Və yazıram, emer, deməli, Y üzərinə gəlinsin. Oksigenin, baxın, A yeri 16-dır. 16-na vurursunuz oksigenin sayı 3-ə, olur 48. Buraya yazıram ki, Y üstə gəlsin 48 qram. Və burada XOH-ın da əvvəlində 2 verilib. Yazacağım 2 vurulsun, X üzərinə gəlinsin. Oksigen 16, hidrogende 1, 17. Bunu da belə yazdım. X2 YO4-ün istəyirsiniz, emerini yaza bilərsiniz. Yazırsınız 2X üstə gəlinsin, Y üzərinə gəlinsin. Oksigen 16-dır, vurdunuz 4-ə 64. Suyun indiki emeri uşaqlar 18-dir. Bunu artıq siz bilirsiniz. Və uşaqlar,
Dördüncü qaydamız dedik ki, aşağısını biz doldururuq. Beşinci qaydamız nə idi? Beşinci qaydamızda tənasüblə həll etmək idi. İndi burada görürük ki, bizdə verilənlər çoxdur. Yəni, sadə bir tənasüb alınmadı da. Bizə verilənlər çoxdur. Bəs mən hansını necə həll edəcəm? Tənasübü necə quracam? Deməli, uşaqlar, mənim birinci əsas məsələm nədir? Birinci əsas məsələm məndə m-in qiymətini tapmaqdır. Mən m-in qiymətini necə tapıram? Uşaqlar, bizdə kütlələrin saxlanması qanunu var. Bu qanuna əsasən, deməli, reaksiyaya daxil olan maddələrin kütlələri cəmi reaksiyadan alınan maddələrin kütlələri cəminə bərabər olacaq. Baxın, reaksiyada məndə YO3 verilib m qram, XOH verilib m qram. Yəni, reaksiyada daxil olan maddələrin kütlələri cəmi deyirəm. Yəni, m üstə gəlinsin m bərabər olacaq reaksiyadan alınan X2YO4 və suyun kütlələri cəminə. Yəni, 28,4 üzərinə gəlinsin 3,6 şəklində olmuş olacaq. Yazıram ki, 2m bərabərdir 32-yə. Buradan da m tapdım ki, 16-dır. Yenə deyirəm, uşaqlar, kütlələrin saxlanması qanununa əsasən reaksiyaya tam daxil olan maddələrin kütlələri cəmi, baxın, mənə reaksiyadan hansı maddələr daxil olub? YO3-dən XOH. Onun kütlələri cəmi, yəni m ilə m-in cəmi 2m bərabər olacaq reaksiya məhsullarının kütlələri cəminə. Reaksiya məhsullarında məndə X2YO4-dür, bir də sudur. Onun kütlələri cəminə bərabər olmuş olacaq. Yəni 28,4 üzərinə 3,6 gəlir, amma da olur 32. Və 32-ni 2-yə böldüm, tapdım ki, m-in qiyməti neçədir? 16-dır. Deməli, mən, bax, bu m-in qiymətinə nə yazıram? 16 yazıram. İndi, dedim ki, sonra bu qiyməti tapdıqda tənasüblə həll edirəm. Mən deməli, tənasüblə həll edəndə mən nəyin qiymətlərini hesablamalıyam? X-lə Y-in qiymətlərini hesablamaq lazımdır. Yəni, bunları bilməliyəm. İndi sizcə tənasübü uşaqlar, baxın, bir var, tənasüb bu cür qurulsun. Bu m-in qiyməti 16 olduğunu bildim. Aşağına da yazacağım, y üstə gəlsin 48 ki, burada mən y-in qiymətini tapım. Yazıram 16 və aşağısına y üstə gəlsin 48. Biz reaksiya daxil olan maddələrin kütlələri ilə reaksiya məhsullarının kütlələrinin tənasübünü qurmalıyıq. Yəni, siz durub da bu 16 qrama 2XOH-ın yuxarıdakı 16, aşağısına 2x vurulsun 17 ilə zaten biz burada tənasübü həll edə bilmərik. Yəni, biz belə eləyə bilməyəcək tənasübü. Ona görə də məhsulla işləməliyik. Yəni, bir dənə əgər mənim ki, reaksiya daxil olan maddələrin kütlələri veribsə, digər tərəfdə reaksiya məhsulunun kütlələrinin uyğun olaraq mən tənasübü həll edəcəm. Reaksiya məhsulunun kütlələri, bax, bir verib ki, 28,4, bir də 2x üstə gəlsin, y üstə gəlsin 64. Biri var, mən belə tənasüb qurum, uşaqlar. Bir də var ki, mən bu cür tənasüb qurum. 16, aşağısına y üstə gəlsin 48 və 3,16, yəni 2 dənə məhsul vardı. Bir X2YO4-ün məhsulu var. Ona uyğun olaraq tənasüb belə yazdıq. Bir də suyun deməli kütlərinə uyğun olaraq tənasüb qura bilərəm. Suyun yuxarı hissəsində 3,6-dır, aşağı hissəsində də 18. Sizcə hansı tənasübü qurmaq daha rahatdır? Təbii ki, bu ikinci tənasübü. Ona görə də mən bu ikinci tənasüblə həll edirəm. Yəni, baxın, mənim tənasübüm 16 qramdan suyun 3,6 qramı və y üstə gəlsin 48-ə uyğun olaraq 18-dir. İndi bu tənasübü həll edirəm. Tənasüb bilirik ki, çarpaz. Yəni 16-dan 18-ə vuracaqsınız. Y üstə gəlsin 48-i də 3,6-ya vuracaqsınız. Yazıram, y üstə gəlsin 48 vurulsun 3,6 bərabərdir 16 vurulsun 18. 3,6 ilə 18 ixtisar getdi 3,6-ya. Burada 1, burada 5 qaldı. Y üzərinə gəlinsin 48 bərabərdir 16-nı 5-ə vuranda 80 eləyir. Y də buradan oldu 32. Y-in 32 qiymətini tapdım. Əla. İndi baxın, x üçün də tapaq eyni şeyi. X üçün gəlin mən buranı istiraq eləyim. Ondan sonra yaza bilərik. Deməli, uşaqlar, y-in tapdım ki, 32-də qiyməti. Məndə y-in emerini soruşurdu. Onda y-in emeri nə olacaq, uşaqlar? 32 üzərinə gəlinsin, 16 vurulsun 3, yəni 48. Olacaq 80, düzdür? Deməli, y-in qiyməti 80 olmalıdır. Deməli, mənim variantım ya C-dir, ya da Y-dir. İndi, buranı gəlin ağ səhifə alım ki, digərini də hesablaya bilək. Deməli, y-in emerini tapdıq ki, 80-dir. Y 32-dir. Deməli, y-indəki emeri oldu neçə? 80. Bunu bildik. 80. İndi gəlin x üçün tapaq. X üçün də tənliyimiz belə olacaqmı? 16 qram XOH-ın yuxarı hissəsində verilib 16 qram. Yenə suya uyğun olaraq mən emeri tənasübü quracağam. 3,6 qram. Aşağısında 2x vurulsun 17. Burada yazırsınız 18 qram. Yenə burada ixtisar gedir. Burada 1, burada 5 qalır. 2x belə
16-nı vurduz 5-ə 80. X də gəlsin 17 oldu 40. X də oldu 23. Deməli, Y-in 32, X-in də 23 qiymətlərini tapdıq. İndi bizdən soruşurdu YO3-ün emerini və XOH-ın emeri. Deməli, YO3-ün emeri dedim ki, 32 üzərinə gəlsin. Oksigen 16 vurulsun 3. 48-dən 32-ci cəmi 80 oldu. Deməli, YO3-ün emeri 80-dir. XOH-ın emeri neçə olacaq? Yazıram. Emer XOH. X-in qiyməti 23 tapdıq. 23 üzərinə gəlsin. Oksigen 16-dır, hidrogen də 1-dir. Yəni, bu da neçə olacaq? 40. Deməli, YO3-ün emeri 80, XOH-ın da emeri 40 olmuş olacaq. Bununla da doğru cavabı tapmış olduq. Deməli, YO3 80, XOH-daki 40. Bu da hansı variantdır? Y variantı. Gəlin, indi baxağın 50-ci suala. Əllinci sualda uşaqlar. Yenə eyni tip sualdır. 49-cu sualdan eyni sualdır. Deyir, reaksiya tam daxil olan maddələr. Birinci mən reaksiyanın tənini yazıram. YO3 üstə gəlsin. XOH alınır. Nə? Yazıb ki, X2 YO4 alınır. Və su alınır. Sonra nə edirəm? Əmsallaşdırıram. Bura yazdım 2. Sonra kütlələri yazıram yuxarıya. M qram, M qram. Bura verib 14,2 qram. Bir dəqiqə gözləyin. Baxın uşaqlar. Yenidən səhifəni açdım. Çünki yaxşı yaza bilmirdim. İndi baxın. YO3-ün üzərinə deməli XOH gəlirəm. Alınır X2 YO4 və su. Sonra dedim əmsallaşdırıram. Bura yazdım 2. Sonra YO3-ün yuxarısına M yazdım. Bura M yazdım. Bura 14,2 verib. Burada verib 1,8. Aşağı hissələrinə də mən qramdırsa aşağı hissələrinə emir yazıram. Bura yazıram Y üstə gəlsin 48. Bura 2X üstə gəlsin 34. Vurub açdım. Bura 2X üstə gəlsin, Y üstə gəlsin 64. Burada 18 qram yazdım. İndi uşaqlar, deyirik tənasübə həll edirik. Tənasübü indi həll eləməmişdən əvvəl biz M-in qiymətini tapmalıyıq. Deyirəm ki, kütlələrin saxlanması qanuna əsasən reaksiya daxil olan maddələrin kütlələri cəmi ilə reaksiyadan alınan maddələrin kütlələri cəmi bir-birinə bərabər olmalıdır. Yazırsınız ki, M üstə gəlsin M bərabərdir 14,2 üzərinə gəlsin. Deməli 1,8. Buradan da 2M bərabərdir 16-ya. Buradan da M-in qiymətini tapdıq ki, 8-dir. M 8 isə bura yazıram 8, bir də bura yazıram 8. Sonra tənasübü həll edirəm. Deməli, bir dəfə yazacağım ki, baxın, yenə suya uyğun olaraq tənasübü qururuq da. Çünki mən bayaqlarda izah verdim, bir sualda bununla həll eləsək bizim üçün çətinlikdir. Yazıram ki, birinci tənlikdə Y gəlin tapaq 8, aşağısını yazıram Y üstə gəlsin 48, tənasüb qururam. Bura yazıram 1,8, burada yazıram 18 qram. Və tənasübü biz bilirik ki, çarpaz şəkildə həll edirik. Birinci bunlar ixtisar gedir 1,8-ə, burada 1, burada 10 qalır. Və bunu buna vurmaq lazımdır, bunu da buna. Y üstə gəlsin 48, bərabərdir 80-ə. Buradan da Y-in 32 qiymətini tapdıq. Y 32. İndi gəlin tapaq X-a. 8, çünki XOH-ın yuxarı hissəsini 8 verib. Yazıram bura 1,8 qram. Aşağı hissəsinə 2X üstə gəlsin 34, yazdım bura 18 qram. Və ixtisarları aparıram. Burada olur 2X üstə gəlsin 34 bərabərdir 80-ə. 2X olacaq 46, X-i tapdıq ki, 23-dür. Deməli, Y-in 32, X-in 23 olduğunu hesabladıq. Bizdən YO3-ün emerini soruşurdu. Yazıram ki, emer YO3 bərabərdir 32 üzərinə gəlsin. Oksigen 16-dır. 16 vurulsun 3. Bu oldu deməli 80. Bir də emer XOH üçün tapırıq ki, 23 də gəlsin 16 üzərinə gəlsin 1. Bu da olacaq 40. Deməli, biri 80, biri də 40. Bu da hansı variantdır? Doğru cavab olur B variantı. 51-ci suala baxağın. Birinci sualda deməli, deyir ki, X və Y-dən ibarət 3 birləşmədə X-in kütləsinin Y-in kütləsinə nisbəti qrafikdəki kimi verilmişdir. Birləşmədə X-in kütlə payının azalma sırasını hesablayın. Gəlin, baxın, bu birinci birləşmədə X-in kütlə payını hesablayaq. Omega X bərabər olmuş olacaq. Birinci kütlə payının düsturu necə idi?
Deyirdik ki, hər hansı bir elementin kütlə payını hesabladıqda ilk öncə həmin o elementin A yerini vururduq sayına, indeksinə, bölürdük daha sonra MR-nə, daha sonra nə edirdik uşaqlar? Sonra da deməli vururduq 100%-ə. Deməli, İndi gəlin baxaq, birinci birləşmədə x üçün tapaq. X-in kütləsi neçədir? 7. Bölürəm ümumi MR-in qiymətini. MR-dəki yəni həmin bu birləşmədə elementlərin kütlələri cəmi. X üçün 7-dir, Y üçün də 2-dir. Deməli 7 ilə 2-nin cəmi 9. 7-ni böləcəm 9-a, vuracam 100%-ə. Buradan qiymət neçə olacaq? Təqribi olacaq 77,7. İndi ikinci birləşməsi üçün gərək x-in tapağın. Omega x bərabər olmuş olacaq. 7-ni böləcəksiniz. 7 ilə 3-ün cəmi 10-a, vuracaqsınız 100%-ə. Buradan da alınır 70. Faizlər yazaq, 70%. Burada deməli omega x bərabərdir. 21-i böləcəksiniz. 21 ilə 8-in cəmi 29-a, vuracaqsınız 100%-ə. Bu da olacaq 72,4%. Və bizdən də soruşurdu ki, bu birləşmələrdə x-in kütlə payının azalması. Deməli, birinci, sonra üçüncü, daha sonrası ikinci olan variant. Yəni, Y variantı olmalıdır. İndi uşaqlar, gəlin baxaq 52-ci suala. 52-ci sual deməli, bəzi uşaqlar 4-cü qrup məsələsinə aid olan bir məsələdir. Belə çətin görsənə bilər, amma bunu çox rahat dildə sizə izahını verəcəm. Baxın, başlanğıc maddələrin mol sayı verib, SO2 üçün A verib, oksigen üçün də B verib. Və birinci, ikinci, üçüncüdə A və B-nin də uyğun qiymətlərini verib. Yəni, SO2-nin molunu uyğun qiymətlər verib, bir də oksigenin molunu uyğun qiymətlər verib. İlk öncə gəlin reaksiyanı yazağın. 2 mol SO2 üzərinə gəlsin oksigendən alınır 2 mol SO3. Düzdürmü? İndi SO2-nin başlanğıc maddələrin mol sayını bura verib A, oksigen üçün də verib B. Uşaqlar, bizə də deyir ki, artıq qalan maddə Z-dir və artıq qalan maddənin mol sayını da verib, onu tapmamız soruşur. Gəlin birinci, baxın, bu birinci birləşməni gəlin həll eləyək. Birinci birləşmədə mənə A-nın 4 olduğunu deyir və B-nin neçə olduğunu deyir. B-nin də ki, mənə 3 olduğunu deyir. Yazıram. Mən burada amma SO2-nin nə qədər alındığını bilmirəm. Burada yazıram 1x. İndi mollardır da, yəni 4, 3 moldur. Molun da aşağı hissəsində biz dedik, nə yazırıq? Əmsal yazırıq. SO2-nin əmsalı, baxın, neçədir? 2-dir. Ona görə yazıram 2. Oksigendəki əmsalı 1-dir. SO2-nin əmsalı 2-dir. Və mən indi x-in qiymətini tapmalıyam. Belə olan halda biz necə hesablayırdıq? Belə olan halda biz nüyüsü kiçik olanı götürürdük. Nüyü necə hesablanır? Nüyü bərabərdir. Yuxarıdakı qiyməti uşaqlar bölürsünüz aşağıdakı qiymətə. Yəni 4-ü böləcəksiniz 2-yə. Baxın 4 bölünsün 2, nüyü 1 yazaq gəlin bura. 2 olacaq. Bunu da deməli nüyüsü olacaq. Nüyü 2 bərabərdir. 3-ü böləcəksiniz 1-i. Həmişə yuxarını aşağıya bölürsünüz nüyünü hesablayanda. Bu da olur 3. Və nüyüsü az olan tamamilə reaksiya daxil olur demək deyil. Bunu uşaqlar həmişə belə deyir. Yəni necə deyim? Bəzi hallarda indi baxırda məsələn məsələnin şərtinə uyğun olaraq dəyişir. Amma nüyüsü az olan tamamilə reaksiya daxil olur, şərtlərə görə dəyişir. Yəni mən bunu niyə belə deyirəm? Şərtdən çox şey asılıdır. Yəni mənim qabımdan, mənim şəraitimdən, yəni şərtdəki olan cümlədən çox şey asılıdır. Amma əsasən nüyüsü az olan tamamilə reaksiya daxil olur. Yerdə qalanınca deməli müəyyən bir hissəsi reaksiya daxil olub, müəyyən bir hissəsi isə artıq qalıb. Bu o deməkdir. İndi baxın uşaqlar. Nüyüsü az olan 2 oldu təbii ki. Deməli, SO2 belə çıxılır ki, tam reaksiya girib. Mən ona uyğun olaraq tənasübü həll edə bilərəm. Nüyüsü çoxalanın həmişə yadda saxlayın. Tənasübü eləmək olmaz. Yadda saxlayın. Nüyüsü az olan tənasübü həll eləmək mümkündür. Ona görə də, baxın, mən bundan bunu tənasüb edirəm. Yəni, 4-ü vururam 2-yə, bərabər edirəm 2x-ə. Buradan da x-in qiymətini tapdım. Neçədir? 2. Deməli, 2 mol SO3, 2 mol yox, 4 mol. Bir dəqiqə. 4 mol SO3 alındı. Aha, bunu bildim. Mənim bundan işim bitmədi. Çünki mənə artıq qalan maddəni soruşur və artıq qalan maddəndə molunu soruşur. Mən bu reaksiyanı bir də təzədən yazıram. Yazıram ki, 2 mol SO2, yenə deyirəm, bu 4-cü qrupa aid olan bir sualdır. Üzərinə oksigen gələndə burada alınır 2 mol SO3. Mənə nə qədər mol SO3 alınır? 4 mol. Yazıram yuxarısına 4 mol. Aşağısına yazıram 2 mol. Buraya yazıram 1. Burada yazıram 2. Bu dəfə A ilə B-nin qiymətləri axı mənə şərtdə verilmişdi 4-dən 3-dür. Mən A ilə B-nin qiymətini indi hesablayıram. Buna x yazıram, buna y yazıram. Başa düşürsünüz? Çünki mən bu dəfə SO3-ün molunu bildim ki 4 moldur. İndi deyirəm ki,
4 mol əgər SO3 alınıbsa, nə qədər bunun üçün SO2 reaksiya daxil olub, nə qədər bunun üçün oksigen reaksiya daxil olub, yəni nə qədər SO2, nə qədər oksigen reaksiyaya girib, bunu demək istəyirəm. Gəlin ona görə bir dəfə x üçün hesablayaq. X aşağısına 2 yazıram, 4, bir də 2 yazıram. Buradan x-i tapdım ki, 2 vurulsun 4, bölünsün 2. Yəni 4 mol SO2 reaksiya daxil olub. Bir də y üçün hesablayıram. Y aşağısına 1 yazıram. Burada 4, 2 yazıram. Bir də y üçün də yazıram ki, 2 mol oksigen reaksiya daxil olub. Deməli, x üçün tapdım ki, 4 mol SO2 reaksiya daxil olub. Y üçün də tapdım ki, 2 mol oksigen reaksiya daxil olub. Baxın, mənə şərtdə vermişdi ki, SO2-nin başlanğıc deməli molu 4 moldur. Onun 4 molda SO2 reaksiya daxil olub. Sizcə məndə SO2-dən nəsə artıq qalıb? Yox. Elə bir ki, mən sizə demişəm ki, 3 dənə almadır. Siz o 3 almanın hamısını yemişsiniz. Nəsə artıq qalıb almalardan? Yox. Deməli, bu 10 dildə, indi lor dildə izahını verimdə 4 mol SO2-dir. 4 mol SO2 tam reaksiya daxil olub. O SO2-də nəsə artıq qalıb? Yox. Amma oksigen, uşaqlar, 3 mol sizə başlanğıcda verib. Baxın, 3 mol sizə başlanğıcda verib. Bəs o oksigenin neçə molu reaksiya daxil oldu? 2 mol oksigen reaksiya daxil oldu. Deməli, məndə artıq qalan hansı element oldu? Hansı maddə oldu? Oksigen. 3 mol deməli sizə verilib oksigen. Siz onun 2 molu reaksiya daxil olub. Bəs nə qədər artıq qalıb? 1 mol. 1 mol oksigen artıq qaldı. 1 mol oksigen artıq qaldı. Amma sizə deyir ki, SO2-dən 1 mol artıq qalıb. Deməli, bu birinci yanlışdır. İndi gəlin ikinci şərtə baxaq. İndi ikinci şərtə baxaq. Yenidən reaksiyanı aparıram. 2 mol SO2 yazıram. Üzərinə gəlsin SO3. Əmsal verilib. İndi ikincidə mənə deyir ki, A-nın qiyməti 3-dür. Yəni SO3-ün qiymətini deyir ki, 3-dür. Başlanğıcda. B-nin də qiyməti yəni sənə o qədər verib. 3 mol SO2 verib sənə, 4 mol da ki, oksigen verib. İndi deyir artıq qalan hansı maddədir və onun mol sayını deyir tap. Mənə deməli 3 mol SO2 başlanğıcda verib, 4 mol da oksigen verib. Mən SO2 miqdarı bilən nə qədərdir? Yox. Deyirəm ki, x mol SO3 alınır. İndi görək nə qədər SO3 alınır. 3 moldursa aşağısına mən SO2-nin əmsalını yazıram. Bura yazıram 2. Bura yazıram 1, burada yazıram 2. Və nüyüsü azona uyğun olaraq tapıram. Yazıram nüyü 1 bərabərdir. 3-ü bölürəm 2-yə, bu olacaq 1,5. Nüyü 2 də bərabərdir. 4-ü bölürəm 1-ə, bu da olur 4. Nüyüsü az olan, baxın bu 1,5-də, 1,5 4-dən kiçikdir. Mən ona uyğun olaraq, yadda saxlayın, nüyüsü az olana uyğun olaraq tənasibi həll edirəm. Yazıram indi, x-in qiyməti bərabərdir. 3 vurulsun 2, bölünsün 2. Deməli 3 mol, uşaqlar, SO3 alındı. 3 mol SO3 alındı. İndi mən bu tənliyi bir də yenidən yazıram. Yazıram ki, 2 mol SO2 üzərinə gəlsin oksigen alınır. 2 mol SO3. Bu dəfə mənə deyirdi ki, məsələn, 3 mol sənə SO2 vermişəm başlanğıcda. İndi mən o 3 mol SO2-nin nə qədərini xərcləmişim, nə qədərin reaksiyaya gedib və yaxud da 4 mol oksigen nə qədər reaksiya daxil olub. Ona görə də mən burada artıq x, y-dən işarə edirəm. Aşağısına 2, 1, SO3 nə qədərdir deyə alındı? 3 mol. Yuxarısına yazıram 3, aşağısına da mol olduğu üçün, əgər yuxarıda mənə molda verirsə, aşağısı da onun, mən əmsalını yazıram. Yazıram bura 2. İndi x aşağısına 2, 3, 2. Buradan x-in qiyməti oldu 3 mol. Deməli 3 mol SO2 reaksiya daxil olub. İndi y üçün hesablayıram. Y1 və 3, 2. Burada da y olacaq neçə? 1,5. Deməli 1,5 mol oksigen reaksiya daxil olub. İndi baxın uşaqlar, mən sizə başlanğıcda elə 3 mol SO2 vermişdim. Siz onun 3 molunu da yediniz. Nəsə burada artıq qalan oldu? Yox. Mən sizə dedim ki, 4 mol oksigen vermişəm. Siz onun 1,5-in, yəni elə bir ki, 1 almanı bir də yarısını yemişsiniz. Nə qədər onda sizdə artıq qaldı? Hesablayırsınız. 4-dən çıxırsınız 1,5. Misal olaraq alma deyirəm ki, rahat başa düşəsiniz. 4-dən 1,5 çıxanda olur 2,5. Deməli 2,5 mol nədən artıq qaldı? Oksigendən. Oksigendən artıq qaldı. Demək ikinci düzdür. Deməli uşaqlar, baxın, nüyüsü az olanla biz tənasübə həll edirik. Nüyüsü az olan yadda saxlayın. Tamamilə reaksiyaya girib. Baxın, nüyüsü az olan burada nə idi? 1,5 SO2 aiddir. Deməli SO2 həqiqətən tamamilə reaksiya daxil olur. Yenə deyirəm, şərtdən asılı olaraq bəzən dəyişikliklər olur. Əsasən yadda saxlayın. Nüyüsü az olan tamamilə reaksiya daxil olur. İndi gəlin üçüncü üçün baxaq. Birinci səhv idi. İndi uşaqlar, gəlin üçüncüsünə baxaq. Yenə mən reaksiyanı yazıram. 2 mol SO2 üzərinə gəlsin oksigen alındı. 2 mol SO3 düzdür. Yazıram A
yəni SO2-nin mol sayını göstərdiyi SO2-nin yuxarı hissəsini yazıram 5, oksigeni yazdım 2 və buradan SO2-nin nə qədər alındığını bilmirəm deyə yazıram x mol. Burada 2, 1, əmsallar yazıram. Burada yazıram 2 və nü-ni hesablayıram. Nü1 bərabərdir. 5-i 2-yə böləndə neçə edir? 2,5. Nü2 də bərabərdir. 2-ni 1-ə böləndə neçə edir? 2. Nü-si az olan tamamilə reaksiya girib. Deməli, oksigen tamamilə reaksiya girib. Və nü-si az olanı iyon olaraq mən nəyi hesablayıram? Tənasibi qururam. Baxın, deməli, mən bunu iyon olaraq tənasibi qururam. X bərabərdir. 2 vurulsun 2, bölünsün 1. Deməli, 4 mol SO3 alınıb. İndi tənliyi bir də yenidən yazıram. 2 mol SO2 üzərinə gəlinsin oksigen, alınır 2 mol SO3. Bu dəfə baxın, bu 5 ilə 2 mənə verilən başlanğıc miqdarı idi. Amma bunun nə qədər reaksiya daxil olub bilmirəm. Ona görə bura x yazıram, burada y yazıram. SO3-ün də dedik ki, alınıb nə qədər? 4. Yazdım yuxarısına 4. 2, 1, 2. Deməli, x üçün tənasibi qururam. Buradan x tapıram ki, 4 mol deməli SO2 reaksiya daxil olub. İndi y üçün tapıram ki, 2 mol oksigen reaksiya daxil olub. İndi baxın, mənə başlanğıcda deməli 5 mol SO2 vermişdi. Onun 4 mol SO2-si reaksiya daxil olubsa, nə qədər artıq qalıb? 1 mol. 1 mol baxın SO2 həqiqətən artıq qalıb. Deməli bu da düzdür. Amma 2 mol oksigen başlanğıcı ilə vermişdim. 2 molla reaksiya daxil olub. Nəsə burada artıq qalıb? Yox. Yenə deyirəm, nü-si az olan deməli tamamilə reaksiya daxil olur. Yadda saxlayın. Bəzi hallarda şərti iyon olur. O da çox ağır məsələlərdə, ağır məsələlərin daha 4-cü qrup model testlərdə məsəl üçün görə bilərik, müəyyən fərqliliklər ola bilər. Amma həmişə yadda saxlayın ki, nü-si az olan, yəni ki, nü-si az olan nə deməkdir? Yəni o tamamilə reaksiya daxil olub. Həmin o maddədən heç nə qalmayıb, artıq qalmayıb. Və bizdən indi nəyi soruşurdu? Artıq qalan maddəni soruşurdu və artıq qalan maddənin mol sayını soruşurdu. Bu da doğru cavab olur 2 ilə 3, yəni olur cavab 52-də D variantı. İndi uşaqlar, gəlin baxaq 53-cü suala. O da deməli 52-ci sualla eyni sualdır. Reaksiyanı yazıram. 2 mol SO2-nin üzərinə gəlirəm. Oksigen alınır 2 mol SO3. Baxın, A-ya verib ki, SO2-nin miqdarıdır. B-yə də verib ki, oksigen miqdarı. Birinci üçün həll edirik. Onda A-ya baxın, verib birincidə 2, B üçün də verib 6. Burada yazıram x mol. Bura 2 yazıram, bura 1 yazıram, burada 2 yazıram. Nü1 bərabərdir. 2-ni 2-yə böləndə eləyir 1. Nü2 də bərabərdir. 6-nı 1-ə böləndə eləyir 6. Nü-si az olana uyğun olaraq tənasibi həll edirəm. Deməli, mən tənasibi belə aparacam. X bərabərdir. 2 vurulsun, 2 bölünsün 2. Deməli, 2 mol SO3 alınıb. Alındı yazıram. İndi yenidən reaksiyanı yazıram. 2 mol SO2 üzərinə gəlməsin oksigen alınır 2 mol SO3. Bura 2 yazdım. Alındı 2 mol. Ona görə 2 yazdım. 2 aşağısına yazdım. Bura 2, bura 1, burada x ilə y yazdım. İndi x üçün hesablayıram. Tənasibi qururam. Bir də y üçün hesablayıram. Tənasibi qururam. Deməli, x üçün olur 2 mol. Deməli, SO2 reaksiya daxil olub. Y üçün də yazıram ki, 1 mol. Deməli, oksigen reaksiya daxil olub. İndi baxın, mənə başlanğıcda 2 mol SO2 vermişdi. 2 mol SO2 tam reaksiya daxil oldu. Deməli, SO2-dən heç nə qalmadı. Amma 6 mol oksigen verilmişdi başlanğıcda. Onun 1 mol oksigenin reaksiya daxil olub. Deməli, nə qədər oksigen artıq qalıb? Altdan 1 çıxırsınız 5. Deməli, 5 mol oksigen artıq qalıb. Birinci ona görə düzdür. Gəlin indi ikinciyə baxaq. Yenidən reaksiyanı yazıram. 2 mol SO2-nin üzərinə oksigen gəlirəm. 2 mol SO3. Deməli, ikincidə verib ki, A 3-dür, B də ki 5-dir. Burada yazdım x. 2, 1, 2. Nü1 bərabərdir. 3-ü 2-yə böldüm. 1,5. Nü2 də bərabərdir. 5-i 1-ə böldüm. 5. Nü-si az ona uyğun olaraq tənasib qurulur. Nü-si az olan SO2 deməli tam reaksiya girib. Buradan tapıram ki, x bərabərdir. 3 vurulsun 2, bölünsün 2. Buradan alındı 3. Deməli, 3 mol SO3. Deməli, reaksiya 3 mol SO3 alındı. 3 mol SO3 alındı. Alınıb. İndi bir də təzədən yazıram reaksiyanı. 2 mol SO2-nin üzərinə gəlirəm. Oksigen alındı 2 mol SO3. Buraya yazıram 3, buraya 2 yazıram. Buraya yazıram 2, burada yazıram 1. X 2, 3, 2 və Y1, 3, 2. Buradan x bərabərdir 3 mol. Deməli, SO2 reaksiya daxil olub.
Burada Y yazıram ki 1,5 mol. Deməli, oksigen reaksiya daxil olub. Və baxın, məndə əvvəldə 3 mol SO2 vermişdi. 3 mol SO2-də reaksiya daxil oldu. Ondan nəsə artıq qaldı mı? Yox. Amma 5 mol oksigen vermişdi. Onun 1,5 mol oksigen reaksiya daxil olub. Bəs nə qədər artıq qalıb? 3,5-i. Deməli, bu da düzdür. 1, 2 düzdür. İndi gəlin baxalım 53-cü suala, 53-cü sualın 3-cü bəndinə. Ümidvaram ki, bunu tam başa düşdünüz. A-nın 6 qiymətini verir. B-ndəki 4. Burada yazıram X. 2, 1, 2. Burada 6-nı 2-yə böldünüz oldu 3. Burada da 4-ü 1-ə böldünüz oldu 4. Nüsə az ona uyğun olaraq tənasibi qurdunuz. X bərabərdir 6 vurulsun 2 bölünsün 2. Deməli 6 mol SO3 alındı. Alınıb. Yenidən reaksiyanı yazdım. 2 mol SO2 üzərinə gəlsin oksigen. Alınır 2 mol SO3. Bu dəfə 6 mol yuxarıya yazdım. 2-ni yazdım. X, Y. 2, 1. Və tənasibi quram. X2, 6, 2, Y1, 6, 2. X bərabərdir 6 mol SO2 reaksiya daxil olub. Y üçün də yazıram ki 3 mol oksigen reaksiya daxil olub. Və mənə elə başlanğıcı 6 mol SO2 vermişdi. Onun 6 mol SO2-də tam reaksiya daxil olub. Deməli, SO2-dən içinə qalmadı. 4 mol oksigen reaksiyaya başlanğıcda verib. Onun 3 mol oksigen reaksiya daxil olub. Deməli, 1 mol oksigen. 1 mol SO2 yox, oksigen olmalıydı. 1 mol oksigen deməli, artıq qalmalıydı. Ona görə doğru cavab 1-dən 2 olan yalnız B variantıdır. İndi baxalım uşaqlar 54-cü suala. 54-cü sualda deyir ki, hansı birləşmədə karbonun kütlə payı eynidir? Baxın, CH2O üçün baxaq. Karbonun kütləsi omega karbon bərabərdir. Karbonun A yeri 12-ni vuracaqsınız. Bu birləşmədə karbondan nə qədərdir? Bir dənə. 12-ni vurdunuz 1-ə. Bölürsünüz M-ə. Yazsınız 12 üzərinə gəlsin. Hidrogen A yeri 1-dir. Amma ondan 2 dənədir deyə 1-i vurursunuz 2 olur 2. Oksigen də 16. Vurursunuz 100%-ə. Və bu da olur 12 bölünsün 30 vurulsun 100%. Neçə eləyəcək bu? 12-ni deməli 40 eləyir də. 40%. Deməli bu birinci üçün oldu 40%. Tamam mı? Sonra gəldik ikinci üçün baxaq. İkinci üçün verib qarışqa turşusu HCOH. Burada deməli karbonun kütlə payını tapanda omega karbon bərabərdir. 12-ni bölürsünüz. Bir üstə gəlsin 12 üzərinə gəlsin. 2 dənə oksigen var deyə yazırsınız. 32 üzərinə gəlsin 1. Yəni 12 bölünsün 46. 46 vurulsun 100%. Deməli 12-ni vurdunuz 100%-ə böldünüz 46-ya. Bu da eləyir təqrib olaraq 26%. 26%. Üçüncü üçün baxalım. Deməli, bu oldu 26%. Üçüncü üçün deməli CH3 deməli CHO-dur. Burada deməli omega karbon bərabərdir. 12-ni vurursunuz karbondan 2 dənədir. 2-yə bölürsünüz M-ə. 24 üzərinə gəlsin 4 dənə hidrogen atomu, bir dənə də oksigen atomu 16 vurursunuz 100%-ə. Bu hissələrin tez-tez izahını verirəm ki, bu hissələr artıq sizin üçün aydın olsun. Yəni bu artıq sizin üçün təkrar kimidir. Yəni bu artıq kütlə payının hesablamasını bura qədər bilməlisiniz artıq. 24-ü vurursunuz 100%-ə, bölürsünüz 44-ə. 24 vurulsun deməli 100 bölünsün 44, bu da olur 54,5. Bura olur deməli 54,5%. Dördüncü üçün deməli hesablayaq. CH3, COH. Burada omega karbon bərabərdir. 12-ni vurdunuz 2-yə 24 bölürsünüz. 24 üzərinə gəlsin, 4 üzərinə gəlsin, 2 dənə oksigen var deyə 32. Vurursunuz 100%-ə. Bu da eləyir 24 bölünsün. Deməli 60 vurulsun 100%. Bu da neçə eləyir? 40 eləyir bu da. Bu da 40% eləyir. Deməli bizdən də eyni kütlə payını soruşurdu. 40%lər olan 1-dən 4. İndi gəlin baxaq 55-ci suala. Deyir, birinci birləşmənin formulu AB2-dir. Birinci birləşmənin formulu. Baxın, buradır da. Bu birinci birləşmənin formulu deyir ki, AB2-dir. Bunun A-sının kütləsi verib, birinci birləşməsi üçün verib. 3,5 birinci birləşmə üçün. Deməli, MB-nin də kütləsini verib 8. Və deyir, formulu necə birinci birləşmədə AB2-dir.
Deməli, bir dənə A-nın kütləsi uşaqlar 3,5-dir. Bir dənə A-nın kütləsi. Amma 2 B-nin kütləsi 8-dir. Onda 1 B-nin kütləsi olarmı 4? Bunu belə qeyd elədik. İndi bizə deyir ki, hansı ifadələr doğrudur? İkinci birləşmə deyir A2B-dir. İkinci birləşmə, baxın, fikir verin, budur. İkinci birləşmənin deməli verib ki, ikinci birləşmə üçün A-nın qiyməti kütləsini verib 3,5-dir. B-nin də kütləsini verib ki, 4-dür. Biz də dedik ki, bir dənə A-nın kütləsi 3,5, bir dənə B-nin kütləsi 4-dürsə, onda ikinci birləşmənin formulu elə olar AB. Amma sizə nə deyir? Deyir, ikinci birləşmə A2B-dir. Bu yanlışdır. Baxın, ikinci birləşmə AB olan 3 doğrudur. Sonra deyir, üçüncü birləşmə A2B-dir. Üçüncü birləşmənin deməli deyir ki, A-sı, gəlin baxaq. Bu bizə deməli ikinci birləşmə idi. Üçüncü birləşmənin deyir ki, A-sı 7-dir kütlə olaraq. Yazdım 7. B-si də ki, deyir 3,5-dir. Yazdım 3,5. Baxın, 1 A-nın kütləsi 3,5-dir. Onda 7 2A-dandır. Ona görə yazıram A2. Və deməli, B-nin qiyməti 3,5 yox, 4 verib. Üçüncü birləşmədə B-nin qiymətini 4 verib, 4. 1 B-nin kütləsi 4-dür. Deməli, o B olduğu kimi qalacaq. Yəni, bir dənə B yazacaqsınız. Onda üçüncü birləşmənin formulu olacaq A2B. Yəni, 2 doğrudur. Sonra, onda 4 yanlışdır. Və bizə deyir ki, üçüncü birləşmədə A-nın kütlə payı üçüncü birləşmədə A-nın kütlə payı B-dən çoxdur. Yazaq ki, omega A bərabərdir. Hesablayaq. 2A bölünsün 2A üstə gəlsin B, vurulsun 100%-ni hesablayacaq. 100%. İndi, bir dənə A-nın kütləsi dedik 3,5. Onda 2A olanda olacaq 7. 7-ni böləcəksiniz. 2A 7 üzərinə gəlsin 4, 11, vurulsun 100%. Bu neçə olacaq? 700-ü böləcəksiniz, deməli 11-ə. Olacaq təqribi 63,6%. İndi bu A2B-də omega A-nın kütlə payıdır. Bəs B-nin, baxın, omega B-nin bəs kütlə payı neçə olacaq? Elə 100%-dən çıxın 63,6-nı. O da neçə eləyəcək? 63,6-nı çıxanda. Deməli, 100%-dən çıxırsınız. Bu x deyil, uşaqlar, faizdir. 100%. 100%-dən çıxırsınız 63,6. 100%-dən 63,6% çıxanda eləyir 36,4%. Bizə də nə deyir şərtlər? Deyir, üçüncü birləşmədə, baxın, bu 5-ci bəndə oxuyuram. Üçüncü birləşmədə A-nın kütlə payı B-dən çoxdur. Bəli də, A-nın kütlə payı 63,6, 36,4%-dən çoxdur. 5 düzdür, onda 6 yanlış olacaq da. Çünki həmişə 3 variant doğru olur. 6-cı sual bəndi istəyirsiniz özünüz yenidən hesaplayarsınız. Yəni, mahiyyət olaraq belə mahiyyətdir. Gəlin baxaq 56-cı suala. Deyir ki, birinci birləşmənin formulu AB2-dir. Birinci birləşmədə baxın, A-nın kütləsi 3,5, B-nin də kütləsini 8 verib də. Yazıram ki, MA. MA. Deməli, neçə verib birinci birləşmə üçün? 3,5. MB də verib 8. Və birinci birləşmənin formulu deyil, necədir? AB2-dir. Yazıram, AB2. Uşaqlar, bu AB2-də 1A var, 2B var. Deməli, bir dənə A-nın kütləsi, özünüzdə qeyd edirsiniz, 3,5-dir. 2B-nin kütləsi əgər ki 8-dirsə, onda 1B-nin kütləsi 4 olarmı? Baxın, buna bənzər işləmişik biz yenə testlərdə. Bunu belə qeyd elədim özümdə. İndi mən ikinci birləşməni, üçüncü birləşmənin formulunu hesablayıram. Gəlin, baxın, ikinci birləşməmiz, baxın, buradır. İkinci birləşmənin MA-sı verib ki, şərtdə, qrafikdə 3,5-dir, MB-si də verib ki, 4-dür. İndi, mən də deyirəm ki, bir dənə A-nın kütləsi 3,5-dir, bir B-nin kütləsi 4-dür. Onda bu elə AB olaraq qalacaqdır ikinci birləşmə. Düzdür? Üçüncü birləşmədə gəlin hesablayaq. Üçüncü birləşmədə, baxın, buradadır. 10A-sı, yəni A-nın kütləsi 7-dir, B-nin də kütləsi 4-dür. 1 A-nın kütləsi 3,5-dirsə, 7 2 A-nın kütləsidir. Bir dənə də B olacaq. A2B-də deməli üçüncü birləşmənin formuludur. Mənə deyir ki, ikinci birləşmə doğru deyil soruşur. Doğru deyil. Deməli, uşaqlar, deyir ki, ikinci birləşmə A2B-dir. Xeyr, ikinci birləşmə A2B deyil. Onda bunu götürürəm. Çünki ikinci birləşmə formulu AB-dir. Yəni, doğru olan odur. Üçüncü birləşmə deyir ki, A2B-dir. Bu düzdür. Amildən yanlışı soruşur. Ona görə 4-ü götürürəm.
Bir də deyir, üçüncü birləşmədə A-nın kütlə payı birinci və ikinci birləşmənin kütlə payından daha çoxdur. Bunu gərək hesablayaq. Üçüncü birləşmədə A-nın kütlə payı yazırsınız ki, omega A bərabərdir 2A bölünsün 2A üzərinə gəlsin B vurulsun 100%. Yəni bu nə deməkdir? A-nın birinin kütləsi 3,5-dir. Onda 2 olur 7. 7 bölünsün 7 üstə gəlsin 4. 11 vurulsun 100%. Bu da deməli indi hesablayaraq neçə eləyir? Deməli bu üçüncü birləşmədə deyir A-nın kütlə payı birinci və ikinci birləşmənin kütlə payından. Deməli bu birinci birləşmədə bizə birinci birləşmədə A-nın kütlə payı omega A bərabərdir. A-nı böləcəksiniz A üstə gəlsin 2B-yə. Sonra vuracaqsınız 100%-ə. Bu da onda neçə eləyəcək? Elə bir ki 7-ni bölürsüz. 7-ni yox 3,5. 3,5-i bölürsüz. Deməli 3,5-in üzərinə gəlirsiniz 8. 11,5 vurursunuz 100%-ə. Bu elə bir ki eləyəcək 30,4% birinci birləşmə üçün. Olacaq 30,4%. Birinci birləşmə üçün deməli 30,4%-dir A-nın kütlə payı. İkinci birləşmə üçün A-nın kütlə payı yazacaqsınız ki, omega A bərabərdir. A bölünsün A üstə gəlsin B formasında olacaq. Vurulsun 100%. Burada deməli A-nın kütlə payı hesablayanda deməli A-nın kütləsi 3,5-i böləcəksiniz. 3,5-in 4-ün cəmi yəni 7,5-ə. Vuracaqsınız bu hesablamada vurulsun 100%. O da olacaq 46,6%. Bu olacaq 46,6%. Və üçüncü birləşmə üstündə yazıram ki 7 bölünsün 11 vurulsun 7 bölünsün 11 vurulsun deməli 100%. Bu da olacaq 63,63 belə. İndi bizə nə deyir şərtdə? Deyir ki A-nın kütlə payı üçüncü birləşmədə. Baxın üçüncü birləşmədə budur. Birinci və ikinci birləşməsindən daha çoxdur. Bəli də birinci birləşmədə 30,4%-dir. 63,63 30,4-dən də böyükdür. 46,6-dan da böyükdür. Deməli bu düzdür. Onda 6 səhv olacaq da. Deməli burada yanlış olur 1, 4 və 6. İndi gəlin 57-ci suala baxaq. Deyir ki A mol argentin 2SO4 yazıram. A mol argentin 2SO4. B mol natrium 2SO4. C mol kuprum SO4. Deyir ibarət duzlar qarşılığında metalların ümumi kütlə payı 40%. Metallar burada hansılardır? Argentin, natrium və kuprum. Deyir ki bunun kütlə payı 40%-dir. Yazıram ki baxın bu 40%-dir əgər kütlə payı. Onda bu SO4-lərin kütlə payı ümumi olan bir şey 100%-dir. Əgər 40% metallarsa SO4-lər 60% olacaq. Bəli. Deyir onda qarşıda kükürt və oksigenin kütlə payları faizi nə doğrudur? Baxın SO4 deyirəm. SO4-də bir dənə kükürt atomu var. Yəni bir kükürt atomunda deyirik ki ayrı 32-dir və 4 dənə oksigen atomu var. Bir dənəsi oksigen 16-dırsa 4 dənəsi olacaq 64. Deməli bu kükürtlə oksigenin nisbəti 1-in 2 nisbətində olacaq. Yəni birini x, o birisini də 2x deyib ümumi SO4-ün faizi 60%-ə bərabər edə bilərəm də uşaqlar. Onda yazıram ki 3x bərabərdir 60% və buradan x-i də tapıram ki 20%-dir. Və mənə nə deyir? Deyir ki, qarşıda kükürt və oksigenin kütlə payı. Kükürdün dedim ki, qiyməti təkcə x-dir. Deməli, kükürt olacaq 20%, oksigen üçün də dedik 2x-dir. Deməli, 2 vurulsun 20, yəni 40% olacaq. Kükürt 20%, oksigen də 40%. Deməli, doğru cavab olur 3-dən 6. 58-ci suala baxaq. Deyir ki, A mol kalium 2 SO3, B mol natrium 2 SO3 və C mol deməli kalsium SO3-dən ibarət duzlar qarşılığında metalların ümumi kütlə payı 40%. Metallar kalium, natrium və kalsiumdur. Bu ümumi kütlə payı 40%-dir. Onda SO3 olacaq 60%. Və SO3 dedik 60%-dir. SO3-də baxın bir kükürt var, 3 dənə oksigen atomu var. Bir kükürt və 3 dənə oksigen atomu. Bir kükürdün ayrı 32, 3 dənə də oksigen atomu olacaq 48. Bu onda neçənin neçə nisbətindədir? 8-ə ixtisar getsə 4, 8-ə yox, neçəyə ixtisar edək? 4, 6, ixtisar getsin bu da 2-yə, 2-nin 3 nisbətində. Deməli, kükürt 2x-dir, oksigendəki 3x-dir. Və onda bunların ümumi cəmi 60% olacaqmı? Olacaq. 5x də bərabərdir 60%-ə. Buradan x-in tapdıq ki, 12-dir. X oldu 12. Və indi bizə nəyə soruşur? Kükürdün və oksigenin. Kükürt dedi 2x-dir. Onda omega kükürt olacaq. 2x-sə 2 vurulsun 12 olacaq 24%. Omega oksigen də olacaq. Oksigen üçün neçə verib? 3x. 3 vurulsun 12. O da olacaq 36%.
Deməli, biri 24%, biri də ki, deməli 36%. Omega oksigen 36% olan 5 və omega 24 olan 1. 1, 5. Hələlik uşaqlar bu qədər. Növbəti testlərin izahını verəcəm inşallah. Hələlik sağ olun.